Salam dəyərli izləyicilər, mən Sarı müəllim. Bugün sizə Times sınaqlar toplusundan ümumi sınaq 1-i izah edəcəm. Keçək sualların izahına. Birinci sualda verir ki, qapalı şüşə qab altına yerləşdirilmiş canlılar müəyyən zamandan sonra məhv olurlar. Aşağıda verilən hansı canlıları mühitə əlavə etsək, canlıların ömrü uzanar. Biz baxanda görürük ki, burada çatışmayan sadəcə oksigendir. Oksigenin getməsi üçün işıq var, karbon qazı var, mineral var, su var. Ona görə bizə ehtiyac olan sadəcə fotosintez edici canlılar olacaq. Yəni, yalnızca 1 və 3. İkinci sual, verilən genotiplərdən hansına Krassingoverin baş verməsi qametlərin say müxtəlifliyini çoxaltmaz? Biz bu tip suallarda onu götürməliyik ki, mümkün qədər az qamət alınan hissəni götürməliyik. Burada da D variantında görürsünüz hamısı homozigotdur. Homozigot olduğuna görə Krassingover olsa da olmasa da qametlərin say müxtəlifliyi dəyişmir. Üçüncü suala baxırıq. Bərabər sayda nukleotidi olan DNT molekulunun bir zəncirində olan nukleotidlər verilmişdir. Hansı DNT molekulunun ərimə faizi ən azdır? DNT molekulunun ərimə faizi oradakı hidrogen rabitələrin sayına əsasən müəyyən olunur. Bilirik ki, adenin ilə timin arasında 2 qat, guanin ilə sitozin arasında 3 qat hidrogen rabitəsi var ki, hidrogen rabitəsinin sayı nə qədər çoxdursa, həmin molekul daha davamlı olur və ərimə faizi daha aşağı olur. Bizə verilən variantlar içərisində biz guanin və sitozinin sayı ən çox olan variantı götürməliyik ki, 3 qat rabitə ən çox olan olsun. Burada da Y variantına baxanda görürəm ki, dairənin yarısı sitozindir, 4də biri də guanindir. Ona görə burada ən çox hidrogen rabitəsi olmuş olacaq. Dördüncü sual, hansı bənddə uyğunluq pozulmuşdur? İlk bitki toxumasının yaranması ordovik, bəli, ordovikdə yaranıb, bu fikir doğrudur. İynəyarpaqlı bitkilərin yaranması daş kömürdədir, düzdür. Çiçəyin meydana çıxması təbaşir, dişlərin ixtisaslaşması. Perim Archaeopteryx meydana çıxır, tiras, xeyr, tirasda yox, yurada Archaeopteryx meydana çıxır. Eyni geoloji dövrdə meydana çıxanları seçin. Gəlin yazaq. Pəncə üzgəcli balıqlar Devonda meydana çıxıb. Çoxayaqlılar da Devonda meydana çıxıblar. Stegosevallar da Devonda. Xarici xtinskrit Kembridə. Cücülərin uçan formaları daş kömürdə. Eyni dövrdə meydana çıxanlar 1, 2 və 3 olacaq. Yəni C variantı. İndi isə keçirəm 6-cı suala. Deməli, mənə verib ki, aşağıdakı cədvəldə X, Y, Z, K və Q canlıları və onlardan əmələ gələn döllərin əlamətləri verilmişdir. Buna görə verilən əlamətlərə əsaslanaraq cədvəldə minimum neçə fərqli növün olduğunu söyləyə bilərik. Baxın, ümumiyyətlə, indi mən burada baxıram 2 dənə canlı Y və Z əmələ gətirdiyi fərq dölsüzdürsə, bunlar fərqli növlərdir. Y birinci növ olsun, Z ikinci növ olsun. İndi baxaq digərinə. K və X-in əmələ gətirdiyi fərqlər dölsüzdür. İndi baxaq görək. Baxın, X. İndi mən X-la gedirəm. Ola bilər ki, mən indi artıq burada X-i ayrı, K-nı ayrı fərd olaraq, daha doğrusu növ olaraq götürmürəm. Baxıram X-a. X K ilə dölsüz nəsil fərd əmələ gətirib. Baxaq görək bu X, Y və yaxud da Z ilə əlaqəsi necə olacaq. Bizə baxın, burada verib ki, X, Y ilə də dölsüz əmələ gətirir. Baxaq X ilə Z ilə də dölsüzdür. Deməli, X da ayrı bir növdür. X da üçüncü bir növdür. İndi baxaq, K da ayrı bir növdür. Çünki K-ya ayrı növ demədən əvvəl baxaq görək K, Y ilə və yaxud da Z ilə eyni növ ola bilərmi? K-nın Q ilə olan əlaqəsini saxlayıram, Y ilə olan əlaqəsinə baxıram. Çünki mən artıq burada Y-i bir növ olaraq qeyd etmişəm. Ola bilər ki, K, Y ilə eyni növ olar. Mən ona görə K-nı ayrı bir növ olaraq götürmürəm. Baxım görüm K-nın Y ilə münasibəti necədir? K, Y ilə döllü nəsil əmələ gətirib. Y ilə eyni növdür. Ona görə K-nı mən ayrı bir növ olaraq yazmıram. K-nı. Çünki burada onsuz da birinci növ var da. Məsəl üçün, K birinci növdür. Məsələn, yazıram bura, gəlin yazaq K növü. Daha sonra K-nın Q ilə olan münasibətinə baxıram. K Q ilə də döllü nəsil əmələ gətirir.
Q deməli K ilə eyni növə aid olacaq. Biz indi burada neçə növ gördük? Baxın, birinci növ, ikinci növ, üçüncü növ. Yəni biz burada sadəcə 3 dənə növ görmüş olduq. İranın yumurtalığın çoxalma zonasına daxil olmuş bu genotipli 3 ilkin cinsi hüceyrə 2 dəfə bölünmə keçirib. Təbii ki, 3 ilkin çoxalma zonasında biz bilirik ki, mitoz bölünmə baş verir. Biz bu sualda nəyə diqqət eləməliyik? Baxın, bizə əvvəlcə verib ki, 3 hüceyrə 2 dəfə meyoz bölünmə keçirib. Ona görə yazıram 3 vuraq 2 üstü neçə dəfə? 2 dəfə. 2 üstü 2-yə olacaq 12. Deməli, bu 3 ilkin cinsi hüceyrə çoxalma mərhələsinə daxil olubdur. Çoxalma zonasına 12 dənə hüceyrə əmələ gəlib. İndi bu 12 dənə hüceyrə yenidən yetişmə zonasına daxil olacaq. Yetişmə zonasına daxil olan hüceyrələrin sayı hər zaman 4 dəfə artır. 48 dənə hüceyrə əmələ gələcək. Bu 48 hüceyrənin 12-si qamet olacaq. Gəlin belə bölək. 12, 12, 12. Biz də bilirik ki, normalda bu hüceyrədən qamet alsam, baxın, buradan qamet alsam, alınır, böyüyün, 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 kiçiyin, kiçiyin, böyüyün, kiçiyin, kiçiyin. İndi biz bunları dəqiq bilmirik, neçə, hansı qamətdir. Amma mən bilirəm ki, 12 dənə qamət olmalıdır. Yəni 4-dən biri qamətdir. Çünki yumurtalıqdan söhbət gedir. Qalan 36 dənəsi, yəni 48 hüceyrənin 12-si qamətdir, 36 dənəsi də yönəldici cisimciy olacaq. İndi mənə deyir ki, əmələ gələn en genotipli qametlərin sayı digər qametlərin hər birinin sayından 3 dəfə çox olarsa. İndi mənə qamet verdiyinə görə 12 dənə bilirəm ki, qamet alınmalıdır. Və mənə deyir, M-in digərlərinin hər birindən 3 dəfə çoxdur. M-in 3x-dır, 3 dəfə çoxdur. Deməli, bunların hər biri x olacaq. Və mən bunların hər birini toplayıram. Yazıram 3x üstəgəl x üstəgəl x üstəgəl x bərabər edirəm 12-yə. Çünki 12 dənə qamət var. 6x olacaq 12, x da bərabərdir 2. Deməli, bunların hər biri 2 dənədir. Biz bilmirik normalda qamətə hansılar düşür. Təsadüfi olaraq, baxın, 12 hüceyrə daxil olub 48 hüceyrə əmələ gəlib. Bu 48 hüceyrənin 36-sı yönəldici cisimcikdir, 12-si qamətdir. Həmin o qamətlərin mən bilmirəm neçəsi bunlardan hər birindən fərqli saylarda düşür. Məsələn, 12 dənə yəni 12 dənəsi qamətə düşübsə, misal üçün 6-sı bu gələ bilər, 6-sı bu gələ bilər. Hərəsindən biri buradan isə məsələn 9-u gələ bilər. Amma bizə burada veriləndən görürəm ki, bunların hərəsindən 2 dənə gəlib qamətə. Buradan da x-i 2 tapdığıma görə 3x-im də olacaq 6. Böyüyün 6 dənə gəlib. Cəmi toplasam da eləyir 12 dənə qamət. Ona görə indi məndən soruşur ki, neçə yönəldici cisimcik böyüyüm, kiçiyin genotipli olar? Böyüyüm, kiçiyindən normalda 12 dənə böyüyüm, kiçiyin gəlib. Və bu böyüyüm, kiçiyinin 2 dənəsi qamətə düşdüyünə görə 12 dənədən qalır 12 çıxar 2, 10 dənəsi də yönəldici cisimciyə düşmüş olur. Ona görə olacaq testin cavabı C variantı. Baxıram 8-ci suala. 8-ci sualda qida zənciri verib, mən soruşur ki, bitkinin üzərinə düşən enerjinin miqdarı, bu enerjidən minimum neçə dəfə çoxdur? Minimum neçə dəfə çoxdur deyəndə, baxın, minimum fərq yaranması üçün bu bitkidən digər canlılara maksimum şəkildə enerji keçməlidir. Biz bilirik ki, normalda bir canlıdan digər canlıya minimum 5% enerji keçir, maksimum 20% enerji keçir. Məsəl üçün, bu bitkinin 5% bu siçana keçmiş olsaydı, aradakı fərq daha çox olardı. Çünki çox az hissəsi buna keçmiş olardı. Amma mən 20%-dən götürməliyəm ki, çox hissəsi siçana keçmiş olsun ki, enerjinin aradakı fərq daha az olsun, minimum olsun. İndi mən bunu geriyə getmək üsulundan istifadə edəcəm. Qida zənciri məsələlərini geriyə üsulla getmək daha doğrudur. Biz də bilirik ki, 20%, məsələn, mən tənasüb qura bilərəm, 200-üm 20% isə 100-üm nə qədərdir, sonra növbəti tənasübü də qura bilərəm, o şəkildə də yaza bilərsiniz. Amma ən rahat yol odur ki, məsələn, 20% keçibsə, 5-dən 1-i keçib, düzdür? Mən geriyə doğru gedəndə artıq mən 5-də 1-i 200 olan ədədi tapmalıyam. Bunun üçün nə edirəm? Bu 200 kilocol oldu.
Vururam 5-ə. Bu zaman olacaq 1000 kilojul enerji. Sonra 1000 də vururam 5-ə. Eləcək 5000. 5000 də vururam 5-ə. Bu bitki də olacaq 25000. İndi mənə demir bitkidəki enerji. Mənə deyir ki, bitkinin üzərinə düşən enerji. Biz də bilirik ki, bitki günəş enerjisinin 1%-dən istifadə eləyir. İndi 1%-im 25000-dirsə, günəş enerjim də 100%-dir. Günəş enerjini tapanda bitkidəki olan enerjini 100-ə vurmaq lazımdır. Bu da olacaq 2 dənə 0 yanına əlavə edəcəm. 2.500.000. İndi mənə deyir ki, bu enerji, baxın hansı ki bu 200 kilojul enerji, günəş enerjisinin mənə nə deyir? Bitkinin üzərinə düşən enerjinin miqdarı bu enerjidən. Yəni bu enerji bu 200-dən neçə dəfə çoxdur? Bunu tapmaq üçün də bu ədədi 2.500.000-i bölməliyəm 200-ə. Böləndə də alınacaq 12.500. Aradakı fərqidən neçə dəfə çox olduğunu bu şəkildə tapırıq. 9-cu sual. Hansı fenotipli qan qrupuna malik ata ilə ananın nigahından doğulan uşaqların heç biri valideynlərin qan qrupunu daşıya bilməz? Mən bunu həmişə qan qrupu dərsində də deyirəm ki, ümumiyyətlə 1-ci və 4-cü qan qrupundan heç vaxtı nə 1-ci, nə də 4-cü qan qrupuna malik uşaq dünyaya gələ bilməz. Nəyə görə? Çünki 1-ci qan qrupunun genotipi bu şəkildədir, 0-0. 4-cü qan qrupu isə AB-dir. Baxın, buradan bir dənə qamət gələcək, 0. Buradan isə ya A gəlir, bu zaman olur A0, ya da B gəlir, olur B0. A0 ikinci qan qrupudur, B0 da üçüncü qan qrupudur. Yəni, buradan gördüyümüz kimi nə 1-ci qan qrupu olmadı, nə də 4 olmadı. 10-cu sual. Hansı bitkinin gövdəsinin vəziyyəti şəkildə göstərilən kimidir? Şəkildə baxanda bitkiyi görürəm ki, sarmaşan gövdəli bitkidir. Sarmaşan gövdəli bitkiyə də aiddir maya sarmaşığı, lobya və çöl sarmaşığı. Olacaq Y variantı. 10-cu sual. Cədvələ əsasən X burada yaxınlaşmır. Deməli, bu tip suallarda 11-ci suala baxırıq. Cədvələ əsasən X plus Y ifadəsinin qiymətini tapın. Başlanğıc bakteriya sayını bilmirik. Biz burada tənasüblə getməli olacağıq. 1 saatda bölünməyə məruz qalan maksimum fərd sayı soruşur. Maksimum dediyinə görə biz bakteriyanı 20 dəqiqədən bir bölünən götürəcəyik. İndi biz burada nəyə fikir verməliyik? 20 dəqiqədən bir bakteriya bölünəndə 1 saatda 3 dənə 20 dəqiqə var. Ona görə N vuraq, yəni N0 başlanğıc bakteriyanı vururam 2 üstü 3-ə. İndi mən burada başlanğıc bakteriyanı biz 1 götürək, çünki onsuz da tənasüb quracaq. Eləyir 8 bakteriya. Bir bakteriyadan biz həmişə bölünməyə məruz qalan bakteriyaların sayını tapmaq üçün fərd sayından başlanğıc bakteriyanın sayını çıxırıq. Yəni burada 8-dən çıxıram 1-i. Eləcək 7. Normalda tənasüb qururam. 8 dənə bakteriya əmələ gələndə bölünməyə məruz qalan fərdlərin sayı 7 olursa, daha doğrusu bir dənə başlanğıc bakteriyadan, bizə başlanğıc bakteriya lazımdır. 28 dənə bölünməyə məruz qalan bakteriya neçə bakteriyadan yaranıb? Yəni ilkin bakteriyamız nə qədər olub ki, 28-i bölünməyə məruz qalıb? Buradan da X bərabər 28-i 7-yə bölürəm 4. X-in 4 oldu. Başlanğıc bakteriya N0 bərabərdir 4. 2 saat sonra əmələ gələn fərd sayı. 2 saat sonra əmələ gələn fərd sayını tapmaq üçün də yazıram ki, N0 vuraq 2 üstü T düsturundan istifadə edirik. N0 nədir? Başlanğıc bakteriya. Yəni 4 vuraq 2 üstü T. T nədir? T zamandır. Bizi 2 saat verib. 2 saatda da 6 dənə 20 dəqiqə var. Ona görə 2 üstü 6-ya vuracam. Bu da eləyəcək. Bu eləyir 256. X üstə gəl Y soruşur. X-in 4-dür. Y-in də 256 olduğuna görə cəmi də eləyəcək 260. Yəni D variantı. Növbəti sual.
Ana bətnində ikisi qız və biri oğlan olmaqla 3 əkiz döl 2 ciftin içərisindədir. Baxın, 3 dənə döldür, 2 dənə cift var. 2 cift varsa, təbii ki, bu şəkildədir. Demək, 2 dənəsi bu əkizlərdən eyni yumurta əksidir. Bir dənəsi fərqli yumurta əksidir. Baxın, bunlar hər biri fərqli ciftdir. İndi təbii ki, ikisi qızdır, biri oğlandır. Təbii ki, oğlan bu olacaq. Çünki eyni yumurta əkizləri eyni cinsli olar. Bunların hər biri də qızdır. Gəlin biz bunları x bu şəkildə işarələyək. Burada x ümumi ciftə aiddir. Baxın, burada istəyir, burada 5 dənə əkiz olsun. Eyni bir ciftdirsə mayalanmada 2 dənə qamət iştirak edib və qız olduğuna görə ikisi də x-dir. Burada isə oğlan olduğuna görə x, y-dir. Baxaq bizdən nə soruşur? Bu əkizlərin əmələ gəlməsinə iştirak edən x xromosomlu qamətlərin y xromosomlu qamətlərə nisbəti neçədir? Baxın, görürük 3 dənə x var, bir dənə də y var. Yəni 3-ün 1-ə nisbəti olacaq 12D variantı. Baxıram növbəti suala. Verilmiş sxemdə hansı rəqəmlə verilmiş insanın qan qrupunun heterozigot olduğunu mütləq şəkildə söyləmək olar. Baxın, bizdə burada fenotiplər verilir. Biz bilirik ki, qan qrupunun fenotipləri A-dır, B-dir, 0-dır, bir də AB-dir. Bunlar fenotipdir. A fenotipi iki cür genotip ola bilər. Ya homozigot AA ya da A0. Biz bilirik ki, bu ikinci qan qrupudur. Bizə neçənci qan qrupu olduğu əslində maraqlı deyil. B fenotipi ola bilər BB və yaxud da heterozigot olaraq B0 ola bilər. Bu birinci qan qrupudur. Sadəcə bu şəkildə olur. Bizə birinci qan qrupuna bağlı bir şey verilməyib. AB də bir dənə fenotip, bir dənə sadəcə AB ola bilər. İndi bizə baxın, burada veribdir erkək fərd. Əslində erkək və dişi olmaq da bizə o qədər maraqlı deyil, çünki qan qrupudur. Bu ola bilər, baxın. Biz burada sxemdə görürük ki, B fenotipli, yəni 3-cü qan qrupuna malik kişi ilə birinci qan qrupuna, ikinci qan qrupuna, yəni A fenotipli qan qrupuna malik qadın nigahının 3 uşaq dünyaya gəlib və bunlardan əmələ dünyaya gələn uşaqların fenotipləri bizə verilib. Biz indi genotipləri müəyyən eləməliyik. Baxın, mən burada baxıram ki, bu kişi BB-də ola bilər, B0-da ola bilər. Burada isə buradakı qadın ya AA-dır, ya da A0-dır. Mən indi bunları dəqiqləşdirmək üçün dünyaya gələn uşaqlara baxmalıyam. Baxıram, A fenotipi alınıb. A hər halda alına bilər. A alınıb. Gəlin belə deyək də, məsəl üçün bizə biri soruşur. Bizdən soruşulan rəqəmlərə baxaq. İndi burada B homozigot da ola bilər, heterozigot da ola bilər. Əgər birinci valideynin, baxın, birinci verilən insanın qan qrupu AA olsa, baxın, bu tərəf əgər buradan BB ilə birləşsə, buradan sadəcə AB əmələ alınır. Yalnızca 4-cü qrup alınır. İndi digər hala baxıram. AA ilə B0 çarpazlaşdırıram. AA ilə B0 çarpazlaşanda buradan AB alınır, bir də A0 alınır. Görürsünüz, B fenotipi alınmadı, yəni 3-cü qrup alınmadı. Deməli, bu homozigot deyilmiş. B homo da ola bilər, hetero da ola bilər, amma A homozigot deyil. Deməli, A heterozigotdur. Mən bunu mütləq şəkildə deyə bilərəm ki, A heterozigotdur. Birincini deyə bilərəm. İndi 2-yə baxıram. 2-də də yenə fenotip olaraq B-dir. Bu BB-də ola bilər, B0-da ola bilər. İndi baxaq, dəqiq deyə bilərik ya yox. Buradan AB alınıb. AB alınıbsa, burada onsuz da AB də var, A da var. Fərqi yoxdur. Homozigot, heterozigot. Onsuz da bunların nigahından 4-cü qrup dünyaya gəlib. Homo da olsa, hetero da olsa AB onsuz da birləşib 4-cü qrup yarana bilər. Ona görə mən A-nın ikinci fərdin dəqiq deyə bilmərəm ki, bu ya homozigotdur, ya heterozigotdur. 2 getdi. 3-ə baxıram. 3-də də A-nı verib. Baxın, mən artıq bilirəm ki, burada ana A0 qan qrupuna malikdir. Bu A0-dırsa, burada 3-cü fərd A alınıbsa, əlbəttə ki, bunun A-sı ilə digərinin B-si birləşə bilməz. B-si birləşsə, təbii ki, birləşə bilər, amma söhbət buradan gedir. Bununla bu birləşsəydi 4-cü qrup alınardı. Bu A0 ilə birləşməlidir ki, A fenotipi alınsın. Ona görə mən %100 deyə bilərəm ki, 3-cü fərddə A0-dır. Çünki bu tərəfdə A yoxdur ki, buradakı A ilə buradakı A birləşib AA alınsın. Ona görə %100 3-ü də dəqiq deyə bilərəm ki, heterozigotdur. Baxıram indi 4-ə.
AB ilə B-nin birləşməsindən. Bu ya B0-dır, ya da BB-dir. İndi baxın, burada ya AA olar, ya A0 olar, düzdür? AA olması üçün buradakı A ilə buradakı A birləşməlidir. Axı burada A yoxdur. BB-dir. Burada mütləq bir dənə B gələcək, əgər BB götürsəydim. Bu A ilə birləşsə AB alınar, B ilə birləşsə BB alınar. B onsuz da burada verib. Amma deməli bu heterozigot imiş ki, bu 0 ilə A birləşərsə ancaq A fenotip alınır, o da ancaq A0 ola bilər. Mən 4-ü də dəqiq deyə bilərəm ki, heterozigotdur. İndi 5-ə baxıram. 5 bu tərəfdə, 5 bu 0 olsaydı, bu B ilə B0 da ola bilər, BB də ola bilər. 0 ilə birləşsə B0, B ilə birləşsə BB. Ona görə 5-i də deyə bilmərəm. Dəqiq deyə bilərəm ki, 1, 3, 4 heterozigot, fenotipli, daha doğrusu genotipli fərdlərdir. 14-cü sual. Atomların birinci növ miqrasiyasına neçə aləmin nümayəndəsi iştirak edir? Bilirik ki, atomların birinci növ miqrasiyası mikroorqanizmlərdir. Mikroorqanizmlərdə hər 4 aləmdə rast gəlinir. Ona görə 4 aləmin nümayəndəsində. Biz əslində cavabda burada B variantı verib, amma orada səhv verilib cavab. 15-ci sual. Verilmiş refleks qövsü haqqında hansı fikir yanlışdır? Bir də baxın, X-a baxıram. Verib ki, X-də işıq qıcıqlarını qəbul edən reseptorlar buynuz qışada yerləşir. Burada gözdür. Gözdə işıq qıcıqlarını qəbul edən reseptorlar yerləşir torlu qışada. Sonra Z-in tərkibində həm boz, həm də ağ maddə daxildir. Z mərkəzi sinir sistemidir. Bəli, boz maddə və ağ maddədən ibarətdir. Bu fikir doğrudur. Bizə yanlışlar soruşur. 1 yanlışdır, 2 doğrudur. M hissi neyron aksonlarından təşkil olunub. M hərəkli neyrondur. Hissi neyron deyil. Ona görə 3 də səhvdir. Çünki mərkəzdən alır, işçi orqana ötürür. Biz burada hətta qısa çıxıntılar olacaq, eyni zamanda hərəkli neyron. Ona görə 3 də səhvdir. Bizdən səhvləri soruşur. Y sadə refleks qövsünə iştirak etmir. Y iştirak edir. Sadə refleks qövsünə Z iştirak etməyəcək. Ona görə 4-ü də götürəcəm. N işçi orqandır. Bəli, N işçi orqandır. Olacaq 1, 3, 4, B variantı. X, Y, Z, K ifadəsinin qiymətini tapın. Şimpanzedə boyun fəqərələrinin sayı. Şimpanzedə 7 dənə boyun fəqərəsi var, 4 qan qrupu var. Qabırğaların sayı. Ümumiyyətlə, oranqutandan başqa digər meymunlarda qabırğa sayı 13 cütdür. Orangutanda 12 cüt qabırğadır. Hətta qabırğanın 12 cüt olmasına görə insana bənzəyirdi. Qabırğaların sayı 13 cüt, yəni 26 dənə. Oma fəqərlərinin minimum sayı da 5 dənədir. Bunlar da toplayanda 30, 37, 42. Yəni A variantı. Zamaq çiçəklər fəsiləsinin nümayəndələrinin çiçəkləri 2 qat çiçək, xeyr, 2 qat çiçək yanlığına malik deyil, sadə çiçək yanlığıdır. Dişicikləri 2 yox, 3 ağızcıqlıdır. Erkəkcikləri saplaqsızdır verib. Yanlışdır. Bu fikirdə meyvələr yalnız qutucuqdur. Bu fikir də yanlışdır. Çünki gilə meyvəyə də rast gəlinir. Məsələn, inci çiçəyində. Yumurtacıq sayı dişicik sayından çoxdur. Bəli. Bu deməkdir ki, yəni çox toxumlu meyvə əmələ gətirir. Gilə meyvə və qutucuq meyvədə bəli, toxum sayı çox olduğuna görə yumurtacıq sayı çox olmuş olacaq. ATF molekullarında 3 ortofosfat turşu makroorganik rabitələrin fosfat turşusu və makroergik rabitələrin cəmi 25-dir. Bu ATF molekulunda toplanan enerji neçə kilojul olar? Biz bilirik ki, bir ATF molekulunda fosfat turşusu qalığı 3 dənədir. İndi biz sayını bilmirik. Ona görə yazıram 3x. Normalda əgər ATF molekulum x saydadırsa, fosfat turşu qalıqların sayı olacaq 3x. Üstə gəl, makroergik rabitədə olur 2x. Bunu da bərabər edirəm, cəmini 25 verib 25-ə. 5x bərabərdir 25, x da bərabərdir 5-ə.
Mən deyir ki, bu ATF molekulunda toplanan enerji, ATF molekulunda birində 2 dənə makroergik rabitə var. Hər rabitədə də 40 kilojoule enerji toplanır. Ümumilikdə ATF molekulunda bir molekulunda 80 kilojoule enerji toplanır. 5 dənə ATF molekulu varsa 5-i də vururam 80-ə, eləyəcək 400 kilojoule enerji. Sonra öz-özünə tozlanan çiçəkli bitkinin endosperm hüceyrələrinin xromosom dəsti 6N olarsa, mərkəzi hüceyrə hansı xromosom dəstinə malikdir? Endospermdirsə, 3N-im 6-dırsa, N-i tapıram əvvəlcə və yaxud da 2N tapa bilərəm. N-im olacaq 2. 2N deyək belə, bu şəkildə yazaq. Məndən soruşur ki, mərkəzi hüceyrə. Mərkəzi hüceyrədə 2 dəfə artıq olacaq. 2N üstə gəlir 2N, o da olacaq 4N. Yəni D variantı. Ümumiyyətlə, biz nə elədik? Endospermi böldük 3-ə, alınan cavabı da 2-yə vurduq. Olektrik siosunun qametlərinin qamçısız sporlarının və zoosporların əmələ gəlməsi hansı bölmə nəticəsində olur? Qametlər yosunda əmələ gəlir mitoz yolla. Qamet mitoz yolla əmələ gəlir. Qamçısız spor biz bilirik ki, zigotdan əmələ gəlir. Zigot bölünür, 4 dənə qamçısız spor əmələ gəlir meyoz yolla. Qamçısız spor bu mitoz, qamçısız spor meyoz. Zoosporda yenə mitoz yolla əmələ gəlir. Qeyri-cinsi çoxalma zamanı mitoz, meyoz, mitoz olacaq Y variantı. Verilən cədvəldə 4 fərqli canlı növündən alınan DNT molekullarındakı timin nukleotidlərinin sitozin nukleotidlərinə olan nisbəti verilmişdir. Cədvələ görə DNT molekullarının hansında adenin və timin arasındakı hidrogen rabitə sayı guanin və sitozin arasındakı hidrogen rabitələrin sayına bərabər olar. Baxın, burada biz belə yazacağıq. Timinin sitozinə nisbəti 3-ün 2-yə nisbətindədir. Birincidə, məsəl üçün, timin əgər 3 dənədirsə, sitozin də verib 2 dənə. 3 dənə timin varsa, 3 dənə də adenin var. Biz bilirik ki, bunlar arasında 2 qat rabitə var. 2 dənə sitozin varsa, 2 dənə də guanin olacaq. Bunların arasında da 3 qat rabitə var. Burada məsəl üçün 2 dənə rabitəni vururam 3-ə, eləyəcək 6. 3 dənə rabitəni də 2-yə vuranda bu da eləyəcək 6. Birincidə sayılar bərabər oldu. İkinciyə baxsam, məsələn, timin bir dənədirsə, adenin də bir dənə olacaq. Bunlar arasında 2 dənə rabitə olacaq. Sitozin 3 dənə verib, guanin də 3 dənə olacaq. Bunlar arasında 3 dənə rabitə, cəmi olacaq 9 dənə rabitə. 3-ü vururam 3-ə. Burada da bir dənə oldu. Baxın, digərlərində də hamısı fərqli olacaq. O zaman bərabər olur ki, çünki biz bilirik ki, guanin ilə sitozin arasında, daha doğrusu burada sitozin olmalıdır. Guanin ilə düz yazmışam əslində. Arasında 3 qat rabitə olur. Adenin ilə timin arasında da 2 qat rabitə olur. Yəni bunların sayının bərabər olması üçün hər zaman timinin sitozinə nisbəti 3-ün 2-yə olmalıdır ki, və yaxud da ki, adeninin guaninə nisbəti 3-ün 2-yə olmalıdır ki, aralarındakı hidrogen rabitələrin sayı bərabər olmuş olsun. Digərlərində nisbətlər fərqli olduğuna görə baxmırıq. Olacaq yalnızca 1. Qırmızı yosunlara aiddir. Qırmızı yosunlarla qonur yosunları yadda saxlamaq üçün belə eləyə bilərsiniz. Məsələn, lamnariyanı hamı bilir ki, qonur yosundur. Spragira yaşlı yosundur. Bunu da bilirik. Ulvanı da bilirik. Orada qonur yosunlarla qırmızı yosunlar bəzən qarışdırılır. Sadəcə biz bilirik ki, radmeriya, makrosis, porfira, yəni bunları bilirik ki, qonur və yaxud da qırmızı yosunlardır. Sadəcə bunu belə yadınızda saxlaya bilərsiniz. Sonu A ilə bitənlər qırmızı yosunlara aiddir. Radmeriya və porfira, yəni 3-6. Kərtənkələnin döş fəqərlərinin sayı onurğa şöbələrinin sayından 3 dəfə çox olarsa, biz bilirik ki, kərtənkələnin onurğa şöbəsi 5 hissədən ibarətdir. 3 dəfə çoxdursa 15 dənə. Deməli, 15 dənə döş fəqərəsi var. 15 dənə döş fəqərəsi varsa, deyir döş qəfəsinə aid olan sümüklər. Döş qəfəsinə 15 dənə fəqərə aid olacaq, qabırğalar və döş sümüyə aid olacaq. 15 dənə fəqərə varsa, üstünə gəlirəm qabırğalar.
Bir fəqərəyə 2 dənə qabırğa birləşir. 15 fəqərə varsa 30 dənə qabırğa olacaq. Üstə gəl 30 və bir dənə də döş sümüyünü gələndə eləcək burada cavab deməli 46 olur, D variantı. Verilənlərdən hansı həm emosiyaların yaranmasına, həm də idarə olunmasında iştirak edir? Yaranması və idarə olunması deyəndə biz böyük yarımkürələri götürürük və alım payını götürəcəyik. Verilənlərdən neçəsinə hepatit C virusunun tərkibində olan nuklein turşularına rast gəlinə bilər? Hepatit C virusu erinti tərkibli virusdur. Erintiyə biz xloroplastda rast gələ bilirik, ribosomda gəlirik, bir də mitoxondrida, yəni üçündə. Meyoz bölünmə zamanı əmələ gələn hüceyrələrdə xromosom sayının 2 dəfə azalmasına səbəb hansı mərhələdə baş verən prosesdir? Deməli, meyozda xromosom sayı 2 dəfə azalır nə zaman? Birinci anafazada bu nə cür baş verir? Biz bilirik ki, mitoz bölünmədən fərqli olaraq birinci anafazasında meyozun xromosom sayı artmır. Yəni, xromosomlar 2 cərgə düzülür ekvator boyunca bu şəkildə. Hər bir qütbdən də bir dənə bölünmə vətəri gəlir və bunlar ayrılır bir-birindən. Normalda mitoz bölünmədə bir cərgə düzülür. Bir cərgə düzüləndə xromosom sayı 2 dəfə artmış olur. Çünki hər qütbdən 2 dənə bölünmə vətəri birləşir. Bunları ayırır. Bir xromosom olur 2 dənə. Yəni, xromatid, hər bir xromatid xromosom sayılır. Amma meyoz bölünmədə isə söhbət birinci anafazadan gedir. İkincidə fərqli olur. İkincidə mitozda olduğu kimidir. Və biz bu zaman ona görə anafaza 1-i götürəcək ki, xromosomların hər biri qütblərə çəkilir və bu sonra bölünəndə 2N4C-dən gəlir N2C-yə. Ona görə anafaza 1 olacaq. Uyğunsuzluğu müəyyən edin. Ektoderma sinir sistemidir, düzdür. Endodermadan xorda əmələ gəlir, mezodermadan gözün torlu qişası. Gözün torlu qişası ektodermadan əmələ gəlir. Elə C variantı uyğun olmayacaq. Endoderma mədə-altı vəz, mezodermadan da dərinin dermaqatı, düzdür. Verilmiş sxemə əsasən X, Y, Z ifadəsinin qiymətini tapın. Öz-özünə tozlanan diploid bitkidir. Kök hüceyrəsində xromosom sayı elə 2N24-dür. Mərkəzi hüceyrədə 2N olacaq. O zaman burada olacaq 24. Endosperm isə olacaq 3N. İndi mən 3N tapmaq üçün 2N24-dürsə, N-im olacaq 24-ü 2-yə bölürəm 12. 3N-im də olacaq 36. 12-ni 3-ə vurdum. Y olacaq 36. Spermi də N olacaq. N-im də 12 idi. Bunları da toplayanda 24 ilə 36 60, 12 72 olacaq Y variantı. Bitkinin əsas gövdəsi inkişaf edir. Bitkinin əsas gövdəsi rüşeym tomurcuğundan inkişaf edir. 30-cu sual. Bərabər sayda buğumu olan yasəmən, oleander və günəbaxan zoğlarında cəmi 30 yarpaq olarsa, bu zoğlarda maksimum neçə buğum arası olar? Deməli, biz burada nəyə diqqət eləmək? Bərabər sayda buğumu var. Biz bilirik ki, yasəməndə yarpaq sayını, baxın, bizə ümumi yarpaq sayını verib. Yasəməndə qarşı-qarşıya düzülüşdür. Bir buğuma 2 dənə yarpaq birləşir. Ona görə yasəmən olacaq 2N, üstə gəl. Oleanderda bizə maksimum buğum sayı deyəndə yarpaq sayını minimum götürürük. Bilirik ki, oleanderda topa düzülüşdür. Topa düzülüş minimum 3 dənə yarpaq olur. Yəni 4 dənə də ola bilər, 5 dənə də ola bilər. Bizə maksimum buğum arası dediyinə görə yarpaq sayını ən az götürməliyik. Ona görə ən az da 3x olacaq. Üstə gəl. Günə baxanda da, çünki oleanderda bir buğuma 3 dənə bu şəkildə yarpaq birləşir. Almada isə hər buğuma bir yarpaq birləşir. Ona görə buğum sayı yarpaq sayına bərabər olur. Üstə gəl x. Bərabər edirəm 30 verib bizə. 6x olur 30. X da bərabərdir 5-ə. Hər birində 5 dənə buğum var. 5 dənə buğum olduğuna görə hər birində buğum arasının sayını tapmaq üçün n çıxaq 1 düsturundan istifadə edirəm. Burada n-in yerinə x yazmışam. 3 dənə də bitki var. 3-ü vururam. X çıxaq 1-ə. Yəni 5 çıxaq 1-ə. Bu da eləyəcək 12. Yəni D variantı.
31-ci sual hansı variantda uyğunluq pozulmuşdur? Çiyələkdə bığcıqdır, gövdənin şəkli dəyişməsi, nərgizdə soğanaqdır, düzdür, yer kökü meyvə kökdür, bəli. Qaymaqotu kök yumsuz, yox kök yumrusudur. Georgin də kök yumrusudur, bəli. 32-ci sual, x üstəgəl y ifadəsinin qiymətini tapın. Burada bizə rəqəm verilməyib, ədəd. Bizə burada əslində ədəd verilməli idi. Bir canlının somatik hücrəsində xromosom ən azından x-in qiymətini verə bilərdi və yaxud da y-i, yazda z-i biz ondan istifadə edirik, ədədi tapa bilərik. Normalda n-lə götürə bilərik, amma cavablar n-lə olmadığına görə. Növbəti sual. Toxumla çoxlanan çiçəkli bitkinin bilavasitə gövdəsində birləşən köklərin cəmi 15 ədəddir. Bu tip suallarda bir çoxları nəyə diqqət eləmir? Bizə gövdəyə birləşən köklərin cəmini verəndə 15 ədəd. Bu 15 ədəd yalnız hansı əlavə kök deyil. Bu toxumla çoxaldığına görə biz bilirik ki, toxumdan da birbaşa gövdə inkişaf edir. Bu da kökdür. Yəni əsas kök də gövdəyə birləşmiş olacaq. Bu 15 dənə kökün bir dənəsi əsas kökdür. İndi mənə deyir, bu bitkidə yan köklərin cəmi əlavə köklərin cəmindən 2 dəfə artıq olarsa. Deməli, cəmi 15 dənə kök gövdəyə bitişik. Bundan bir dənəsi əsas kökdür. Qalır 14 dənə əlavə kök. Yan köklərin cəmi əlavə köklərdən 2 dəfə artıqdırsa, yan köklər olacaq 14-ü vururam 2-yə, çünki 2 dəfə artıq deyib 28 dənə yan kök olacaq. Bütün köklərin cəmini soruşur. 28-in üstünə gəlirəm elə bayaq verdiyi 15 dənə kökü. Bu da eləyəcək, deməli 38 43. Yəni Y variantı. Verilmiş yeraltı şəkil dəyişmənin əmələ gəlməsinə iştirak edir. Burada baxırıq kök yumrularıdır. Burada da əlavə və yan köklər iştirak edir əmələ gəlməsində. Orakvari anemiya xəstəliyinə görə daşıyıcı ana ilə daşıyıcı atanın nigahından dünyaya gələcək 3 uşağın, ilk 3 uşağın anemiya olma ehtimalı neçədir? Ümumiyyətlə, hər ikisi daşıyıcıdırsa, böyüyə kiçiyə, ata da, ana da bu genotipə malikdir. Buradan alınır böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə. Baxın, həmin xəstə anemiyalı uşaq 4 dənədən biri anemiya oldu. Bax, bu kiçiyə, çünki resessiv əlamətdir. 4-dən biri. Yazıram 4-də 1, vuraq. İlk uşaq oldu 4-də 1, ikinci uşaq da 4-də 1-dir, üçüncü uşaq da 4-də 1-dir. Bu da olacaq neçə? 64-də 1. Ümumiyyətlə, həmişə sizə ilk 3 uşaq, ilk 2 uşaq, ilk 1 uşaq deyəndə ardıcı olaraq bir-birinə vurmaq lazımdır. Əgər desəydi ki, ilk 3 oğlan uşağı desəydi, onda 2 də 1-ə vurardım əlavə olaraq və yaxud da qız uşağı desəydi. Xordalar tipinə aid olan ilk canlının yəqin ki, seleksiyası demək istəyib. Seleksiyası ilə məşğul olmamışdır. Burada Austarvo olacaq, çünki bu ipək qurdunla məşğul olub. Kirpeçnikov balıqla məşğul olub, seleksiyasından. İvanov da qoyun cinsi, Butarin. Lucis, Butarin, Arxar Merinos. Onlar da xordallar tipinə aiddir. Şəkildə verilmiş hüceyrə orqanoidi haqqında hansı fikir yanlışdır? Biz burada xloroplastları görürük. Xloroplast özünü törətmək qabiliyyətinə malikdir. Bəli, çünki DNT-si var. 2 lipid cərgəsi olur. 2 lipid cərgəsi yox, 2 dənə lipid qatı olur. 2 lipid qatı da eləyir 4 lipid cərgəsi. Ona görə B yanlış olacaq. Üzvü maddə sintez edir. Bəli, əsas funksiyası üzvü maddə sintez etməkdir. Karbon qazından istifadə edir. Zülallı da özü sintez edir. Mikroorqanizmlərin forma quruluşu, qidalanmasını öyrənən mikrobiologiya ümumi mikrobiologiya olacaq. Əzbər əsaslanan sualdır. Eritrositlərin oksigen qazını özünə birləşdirməyə uyğunlaşması biokimyəvi uyğunlaşmadır. B variantı. 40-da da beyin həcmi 1400
kub santimetr olan qədim insanlara aiddir. Burada söhbət neandertallardan gedir. İlk müasir insanlar deyirlər. Boyların həcmi 180 olmayıb, kromanyonlara aiddir. Afrikada rast gəlinməyib, əmək alətini bəzəməyib. Kromanyonlar bəzəmişdi, mağarada yaşayırdılar. Bəli, mağarada yaşayıblar.